başka bir şey. Cappuccino olan bodur pomidor. 2 tane var içinde. İçine göre bitecek mi? Görək bıçaqları hara əkək. Burada da torpaqlarım var. Telefonumu koyduk. Bunları əkdik. Görək başqa mənə qab lazımdır. Qab. Həm bu bodurları tutacağı deyil. Yaman günə qoydum. Torpağı elədim tutacağımı da. Bodurları əkmək üçün qab lazımdır. Birini buna əkdim. Daha doğrusu 2 dənə var içində qab üçün. Buna nainəmi əkdim. Dursun orada. Qab balaca olsa da qalsın. Bunlara da çaha əkdim. Bu çahının sortu fərqlidir. Biri var düz çahı. Orada olduğu kimi. Biri var belə qıvırcıq çahı. Biri var da yumru çahı. Baxın yumru. Bunların toxumunu Türkiyədən gətirmişəm. Bunları görüm hara əkirəm. Bunları belə əkdim. Mənə bax belə qablar olsaydı su qabları əkərdim. Görüm hardan tapıram. Tapım, gətirim, əkim. Bunları da götürüm, yerləşdirim. Buralara yerləşdirəcəm. Öncə ilə bu şitillərimi bir yerə yığam. Qoyaq bura. İncirin yanına. İncirin kölgəsinə. Şitillərimizi. Acı qıl biber. Bunları da qablara əkmək istəyirəm. Əkməyinə. Birincisi qabda tapa bilərəm. Amma yerim yoxdur. Qoymağa yer yoxdur. Bunlar da çerilərdir. Bunları da mamaya verərəm. Burada da var hələ. Acı biberlə çerilər. Yani bunlar burada dursun ki ben çünkü buraya başka şeyler koyacağım. Bunları qab əkəcəm. Qab üçün olanlarım. Pomidorlarım. Bunlar qab üçündür. Dursun hələlik belə sulayam. Susuzdular. Dovşanımız. Melisa. Nane cöhər, yarpız. Böyle burada bir çay ekmişim ama dibini torpaq azdı, dolduracağım. Bir tanesi de burada. Biri de burada. Bu qabda var imiş, boşuymuş. Buna da ekim. Bir dəqiqə buna baxam. Ayda quruyub. Kurudu. Hiç bitesine inanmadım biter. Yine de su verin. Belki möcüzə oldu bitti. Bakın bu kuruyanlar. Mor salkımın kanadından qırıb əkmişəm.
Yine de sulayarım. Biraz su vereyim. Belki mucize oldu, bitti. Buna da çay içim. Balaca olsa da. Şimdi bunu tekerle kaldırabilmeyeceğim. Dursun burada. Turp. Ekeceğim onları da. Buranı boşaldık. Çöreği kurusun da buralara koyak. Bunlar da var. Bunlar. Şu minnakı da şuraya. Bu da var. Bunu da. Dur buradan. Bura koyak. Bura. Heh, bu buradan. Bu kadar laxlamır da yine başladı laxlamağa. Moşnuydu. Ne oldu buna yine? Bunlar yumdular. Güneş çıxanda açırlar. Gün çəkiləndə yumurlar. Bu bərk idi. Buna nə oldu belə? Bax, bu belə bərk də yanırdı. Yenə başladı belə laxlamağa. Nəysə, baxaram ona. Buradan kırılsa düşecek başıma. Böyle. Bu niye bu kadar yerlenir? Böyle de değil daha. Bir şeyler de başıma oynatır. Her defa da aşırdılar. Her şeyi. Bunu buraya yerleştireyim. Ay işte. Benim tripodum. Üzüm tuzlu bir şeydi. 3 manat almışım. Ama hele ki az da olsa işime yarıyor. Yani. Yerim dehşet olup dehşet. Videoları çekebilmiyorum. Çahanın birinde ekmek bunun içine. İçesi kaldı bakalım. 3, 4, 5, 6, 7 tanesi kaldı. Dur bir balacasını ekim nanenin yerine. Da biter. Lift. Kaldı. 3, 5'i. Bir de yerde 6'sı. Bunları da ekeceğim. Ekeceğim bunları da 6'sı kaldı. Bütün bunları da yaparım.
Kader bizi nereye getirdi? Nereye nereye? Sen söyle. Onu benim su qabım. Tavşanlarım yeyir bir tərəfdən. Bura su yığıram ki, heç olmasa dinlənmiş su verim. Yəni bir gündən, 2 gündən qalmış su çox yaxşı olur da. Xlorsuz olur. İştillərə də verək. Xlorsuz su vermək istəyirəm. Can sularını da verək. Can suların. Buradaki pomidoru da sulayım. Görmürəm buradan. Baxarım sonra ona. Buna da verək. Belə. Buradaki güllərimə də. Bunda bir şey salmışdı yere, partladı qabının böyrün. Həqiqətən pişiklər də başımın bəlasıdılar. Çahları əkdik. İnanırsınız bu günləri həyətdən nə qədər çahı yığmışam, nə qədər göy soğan yığmışam. Onları qəşəng salat eləmişəm. Çox qəşəng olur həqiqətən. İnsanın özü bəs əkdiyi qədər heç nə ola bilməz də yəni. Çox bambaşqa olur. Çox qəşəng olur. Buranı da belə elədim. Biraz soğanım var idi. O soğanları da buraya əkdim belə sırayla. Buradan badımcanlar var. O iki başta olan badımcan daha yaxşı inkişaf edib. Bu üçü yox ama. Burada bir iki dənə xiyar alıb əkəcəm bu arxa hissəyə. Belə oranı dik elədim. Bilmirəm görünür ya yox. Oradan belə soğan əkdim. Bir də qabda olan nədir belə? Bodur nədir? Nazik acı biber. Qıl olur. Türklər deyir qıl biber. Kıl biber daha doğrusu. İşte ondan. Qablarda özüm toxumlatmışdım. Özüm toxumunu əkmişdim qablarda. Bu sarımsaq da ki. Neyse sonra kəsərəm bu sarımsaqlar. Onsuz da kəsiləsidilər. Əyiliblər. Buradakı çahımı əzməsinlər. Burada da var çahılar. Hem kıvırcık çahıda hem düz çahı. Bu da biberimdi. Aslında burada 5 tane biber olmalıdı belə. Bunları şirin biber diye almışam. Uzun şirin biber. Nəm görək də. Burada da acı biberi əkmişəm. Baxın belə balaca balacadır. Baxın belə balaca balaca əkmişəm. Görünür ya yox bilmirəm. Burada da var. Görək pişiklər eşməsə, vaxtı-vaxtını qəşə-qəşə sulasam bitəcəklər. Pişiklər eşib məni hirsləndirməsələr. Bu hissədəki şeydir. Çeri, uzanan balaca çeri pomidora. Bunları da keçən özüm əkmişdim toxumundan.
Baxın orada da var. Bazardan özünü almışdım balaca. Sonra onun toxumunu əkdim. Pomidor almışdım da çox balaca belə yumru balaca, noxuddan biraz böyük. Onları mən elə bir əkdim keçən il, qəşəng gətirmişdilər. Çox yaxşı salxım gətirirlər özdə. İndi buralara da əkdim. Əslində bir də deyil, 2-2-3 əkmişəm. Belə topa saysaq 1 2 3 4 5 6 7 8 topa saysaq, amma içində 2-3 kök var da. Bu hissəyə qəşəng gün düşür deyə bura əkdim. Hamısı bir-birinə qarışıb, amma da nəyək, yerim yoxdur. Ay, biraz oturum. Biraz. Yoruldum. Biraz da qabım olsa əkiləsi kahalar var yenə. Kahaları heyif eləmək istəmirəm. Bu yerdə qırmızı kaha o qədər çıxıb ki, onları da çıxardıb qablara əkmək istəyirəm. Bax, o qırmızı toxumlayan kahamdan. Qəşəng işlədirəm də. Qızıl güllərim necə gözəl açıb, onları da sizə göstərim. Qırmızı, baxın nə gözəldir. Hələ orada, baxın. Orada sarmaşdırmışam, orada çıxıb. Bir ilə bu qədər uzanıb. Yəni keçən payızı əkdim bunu, payızı. Bu keçən payızı, o bir payızı əkdim. Bir dənə balaca bir qanad idi də, alıb əkmişdim. 1 manata almışdım Sabunçu bazarından. Baxın bu qırmızı sarmaşıq gülü. Əslində sarmaşıq adını almamışdım. Mən yəni bax toçunu bax bunun kimi, bax belə bir sarmaşıq qırmızı gül axtarırdım. İnanırsınız çox baha verirdilər. Ona görə mən mama ilə getmişdik Sabunçu bazarına. Orada güllər aldıq 1 manata. Har deyim neçə gül? 3 dənə gül aldıq 1 manata. Mən belə 3 dənə gül. Yəni adi belə gül adını almışdıq da. Bu gəldi mənim əsl ürəyim istəyən kimi. Allah ürəyimə görə verdi. Ay, nə bilim. Yəni gəldi belə qəşəng, tam istədiyim kimi sarmaşıq bir qızıl gül çıxdı. Yəni bir ilin içində baxın belə bir zoğ çıxartdı. Baxın ora uzandı. Üstündən bir yay keçdi də. Sonra bir keçən qışı biraz dincəldi. Mən onu ora sarışdırdım keçən qışı. Sonra bu yayda artıq üstü tumurcuq, yazı daha doğrusu. Üstü qəşəng tumurcuq dolu və belə uzana da gedir. Çox qəşəng buranı belə sarışdıracağam o qırmızı güllə. Çox da gözəl görünür. Görüntü də əladır. Sonra bir də 1 manata aldığım bax bu güllərdir. Üçü də 1 manata aldığım güllərin üçü də o qədər gözəl gül çıxdı ki, həqiqətən o qədər gözəl. Yəni 20 manata, 10 manata, 15 manata verilən güllər bunların yanında heç nədir də. Yəni baxın, bunun rəngi bambaşqadır. Tam da çəhrayıl, tam da qırmızı deyil. Narıncı kimi bir rəngi var. Çox gözəl açır bu da. Görün nə gözəl tumurcuqları var, boylanıb, uzanıb. Bunu da 1 manata almışdım. Bir də baxın budur. Bu da qara qırmızı açır. Baxın yenə qəşəng topa tumurcuqları var, uzanıb, boylanıb. Bu da qara qırmızı açır. Bunu özüm almışdım. Hətta bunu 5 manata deyəsən şeydən, Vasmoydan almışdım. Hardasa 2-3 ildir bu məndədir. Bunu mən nətər çox ilk əkdiyim ili sürətlə uzandı. Bax bu qəlbiliyində bax əlbi hara qoymuşam. Bura kimi çox qəşəng tumurcuqları açırdı. Çox gözəl çəhrayı, topa çəhrayı gözəl güldü. Qəşəng iri açır. Sonra nə oldu? Mən bunu budadım. Sonra bu düzəməli bitmədi. Nə oldusa bu belə çox balaca qaldı. Bir il inkişaf eləmədi. Keçən il inkişaf eləmədi. Bu ildən biraz inkişafı keçdi. Bu ildən biraz boylandı, uzandı. İnşallah ki daha çox balaca olsun istəmirəm də. Yəni iri olsunlar istəyirəm. Sonra özüm kökləndirdiyim 2 dənə qızıl gülüm var burada. Yazı əkmişdim, qışı əkmişdim, daha doğrusu köklənmişdi. Bura əkmişəm. Baxın bu bir qanadı da buradakılar da bunu basır, istəmirəm. Bassınlar buradakı. Baxın burada bir qanadı da budur. Biraz basa-basta kölgədə qalır, yaxşı bitmir. Yuxarı qalxsa düzələcək. Yuxarı qalxsa, biri də budur. Bu da baxın basa-basta qalıb. Qəşəng qırmızı güllərdir onlar da. Yuxarı qalxsalar düzələcəklər, görək. Çox bir-birini basanda bu duyuram, böyrəni açıram ki, çox da bir-birlərini basmasınlar da. Buradakı kahlarım, düz kahlar, bunlar qıvırcıq kahlar.
Bunlar şeydi, pırasadı. Buna toxumu Türkiyədən gətizdirmişdim. Burada yoxdur. Görüm necə olacaq. Böyle. Buradaki soğanları biçdim, işlətdim salatda. Təzədən çıxacaqlar. Biraz da oradan keşnişdən biçmişəm, biraz çahalardan biçdim. Belə, mənim burada torpaqlarım var. Bunlarla işlərim var. Biraz mənə qab lazımdır o çahaları da əkməyə. Evin üstüne çıxacağam. Buradakı otları da dünən biçmişəm. Dünən yox, sırağa gün daha doğrusu biçdim. Qəşəng görünürlər. Qayçı ilə biçirəm. Belə gözələ bax, keçid götürün çiçəyinə. Yine gözəl də qoxusu var. Çox qəşəng qoxusu var. Güllərimin qoxusu əladır. Gilasım bu ildə 2-3 dənə gətirəcək. Amma bu il dərindən budadım mən bunu payızı. Boylanmır, boyu balaca qalıb. İnşallah indən belə uzanar, qəşəng gilasları olar. Heyvanı da qəşəng gətirib. Dovşanlarımız belə. Bu günlük də bu qədər dostlar. Sağ olun.